Telefona və planşetə baxmaq uşağın iştahını necə öldürür? Uşağın iştahı mədədə yox, beyində idarə olunur. Deməli, uşaq telefona baxan zaman beyində dopamin adlı həzz hormonu sürətli şəkildə ifraz olunur. Uşaq ac olsa belə yemək ona maraqsız gəlir və bu da ki, iştahsızlıq yaradır. Ekran qarşısında uzun müddət qalan uşaqlarda beynin aclıq və toxluq siqnallarını idarə edən hipotalamus mərkəzi düzgün işləmir. Uşaq nə vaxt ac olduğunu və nə vaxt doyduğunu hiss eləmir. Yemək zamanı ekrana baxmaq da iştahı daha da zəiflədir. Bu zaman beyin yeməyə fokuslanmır, dad hissi azalır və doyma siqnalları da gec ötürülür. Uşaq da ki, ya çox yeyir, ya da ki, ümumiyyətlə yeməkdən imtina edir. Bir müddətdən sonra isə bu hal vərdişə çevrilir və uşaq yalnız ekran qarşısında telefona baxaraq yemək yeyir. Telefon və planşetin verdiyi mavi işıq yuxu hormonu adlanan melatonini də azaldır. Uşaq gec yatır və yuxusu dərin olmur. Halbuki iştahı tənzimləyən hormonlar əsasən gecə yuxu zamanı ifraz olur. Əgər sizin övladınızda da iştahsızlıqla bağlı problem varsa, bu problemi trimetavir şərbəti ilə aradan qaldıra bilərsiniz. Trimetavir tərkibindəki siproheptadin hesabına iştahı yaxşılaşdırır. Siproheptadin isə təhlükəsiz sınanmış bir maddədir. O, baş beyin səviyyəsində iştah mərkəzini oyadaraq 30 dəqiqədən sonra uşağın acmasına səbəb olur. Tərkibindəki B qrup vitaminləri isə maddələr mübadiləsini tənzimləyir, qan yaranma prosesinə dəstək olur, sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, düşünmə, qavrama və yaddaşa çox müsbət təsir göstərir. Uşaqlarda iştah problemini aradan qaldıran trimetavir şərbətini həkim və əczaçıların tövsiyəsi ilə bütün apteklərdən əldə edə bilərsiniz.